Keramiqranit fasad işçiliyi barədə vacib məlumat. Keramiqranit fasad sistemləri tətbiq sahəsinə görə fərqli texnologiyalarla quraşdırılır. Hündür mərtəbəli binalarda əsasən keramiqranit daşlar, aralıq çitalar, H profili, günc birləşmələri isə F profili ilə daşıyıcı konstruksiyaya mexaniki şəkildə montaj edilir. Villa və 2-3 mərtəbəli mülki yaşayış evlərində isə daha estetik görünüş əldə etmək üçün adətən gizli yapışdırma üsulu tətbiq olunur. Bu texnologiyada keramiqranit daşlar elə quraşdırılır ki, fasad səthində heç bir əlavə konstruksiya elementi görünmür və nəticədə fasad daha səliqəli, monolit və premium görünüş alır. Villa tipli fasadlar işçilik baxımından daha incə və dəqiq yanaşma tələb edir. Burada aşağıdakı texniki və estetik məqamlar xüsusilə vacibdir. Künclərin 45 dərəcə bucaq altında kəsilərək birləşdirilməsi, daşlar arasında 4 mm-lik məsafənin dəqiq qorunması, bütün birləşmələrin xarici köşə və ya F profillərindən istifadə edilmədən yalnız daxili yapışdırma texnologiyası ilə həll edilməsi. Bu səbəbdən yalnız bina tipli fasad sistemlərində çalışmış ustalar hər zaman villa tipli fasadlarda eyni nəticəni verə bilmirlər. Praktikada bizə tez-tez yalnız bina sistemində işləyən ustalar müraciət edir. Onları sınaq məqsədi ilə yoxlayırıq. Lakin bir çox hallarda villa fasadlarının tələb etdiyi incə işçilik standartları tam təmin olunmur. Düzdür, universal fasad ustaları da var və biz onlarla işləyirik. Villa və xüsusi mülklərin fasad işləri üçün məhz bu sahədə təcrübəsi olan fasad mütəxəssislərinə və ustalara müraciət etmək vacibdir. Bu halda bütün texniki detallar qorunur və nəticədə estetik, keyfiyyətli və uzunömürlü fasad əldə olunur.